Salam hörmətli abituriyentlər və MİQə hazırlaşan hörmətli müdavimlər. Bu videoda MHM Test Bankından Cəlil Məmmədquluzadə mövzusunun izahını verəcəm və başlayaq birinci sualdan. Birinci sualda deyir ki, Qurbanəli bəy əsərinin məzmunu haqqında fikirlərdən biri yanlışdır. A variantında Qurbanəli bəy axurun içində ilk görən naçalnik olur. Bu doğrudur. Həqiqətən də onu naçalnik görür və Qurbanəli bəy ondan da biabırçı vəziyyətə düşür. B-də naçalnikin tövləyə girməkdə məqsədi atlara baxmaq idi. Bəli, başqa nə məqsəd olacaq? Onsuz da naçalnikin Qurbanəli bəyin evinə gəlməsinin əsas məqsədi onun atlarını görməsi idi. C variantında Qurbanəli bəy məclisdə qonaqlara verdiyi sözü yerinə yetirə bilmir. Əlbəttə bu da doğrudur. Çünki o demişdi ki, gəlin sizi belə qarşılayacağam, belə aş bişirəcəm. Lakin Qurbanəli bəy görünən odur ki, qaçıb tövlədə onları qarşılamaq istəyir məcazi mənada. D variantında ağacın başına çıxan Kəblə Qasım qonaqları tanımasa da əli onların geyimindən kim olduqlarını anlayır. Ağaca çıxan Kəblə Qasım yox, əlidir və buna görə də əslində bunların yeri dəyişilməlidir. Yanlış variantımız D variantıdır. D variantını seçəcəyik. İkinci sualda anamın kitab əsəri ilə bağlı verilən fikirlərdən doğru olanın qarşısında D, yəni doğru, yanlış olan qarşısında Y, yəni yanlış olmalıdır. Hansı sırada bu uyğunluq gözlənilməyib istəyir bizdən? A-da Mirzə Məhəmmədəli sözü məsxərəyə qoyulur deyə əsəbləşir. Bu doğrudur həqiqətən də və onu Mirzə Həsənlə Rüstəm bəy məsxərəyə qoyur onun fikirlərini. Bu doğrudur. B. Gülbahar təhsil almamışdı. Bu yanlış fikirdir və yanına da Y yazıb, yəni yanlışdır. Bu da doğrudur. Çünki əslində Gülbahar və onun qardaşları hamısı təhsilli idilər. C variantında Rüstəm bəy misraları anlamadığına görə Səməd Vahid onu məzəmmət edir və bu da deməli doğru fikirdir. Çünki Rüstəm bəy həqiqətən də Səməd Vahidin Faustundan gətirdiyi misraları anlamır. Səməd Vahid da deyir ki, bəs bu məşhur bir əsərdir. Əslində bunu biz bütün uşaqlara keçməliyik, tədris eləməliyik və həqiqətən də məzəmmət eləyir ki, niyə anlamırsan məni? D variantında Zivər xanımın geyim və davranış tərzi Mirzə Məhəmmədəliyə xoş gəlirdi və burada da yanlış yazılıb. Bu da doğru fikirdir. Həqiqətən də Zivər xanımın geyim və davranış tərzi Mirzə Məhəmmədəliyə xoş gəlmir. Bu yanlışdır. Y variantı Rüstəm bəy lüğət məsələsində anasından kömək istəyəndə anası onu Mirzə Məhəmmədəliyə yönləndirir. Bu yanlışdır. Çünki anası deyir ki, mən nə görmüşəm, nə də deyim. Cavab olaraq bunu deyir lüğətlə bağlı. Mirzə Məhəmmədəliyə yönləndirmir. Bu yanlış fikir olmalıdır. D yox, burada Y olmalıdır. Ona görə də uyğunluğun gözlənilmədiyi variant Y variantıdır. Üçüncü sualda isə Qurbanəli bəy obrazına əsasən uyğunluğu müəyyən edin. Deyir ki, əməli Kəblə Qasımı xəncərlə hədələyir. Bəli, içəndən sonra xüsusən o başını itirmişdi. Elə Kəblə Qasımı da hədələyir, arvadını da hədələyir, Qaravaşı da hədələyir. Xarakteri kobuddur, əlbəttə kobuddur və nitqi onun ağzından çıxan bir fikir olmalıdır və bu da mən özüm sənin yoluna oda girərəm, orada məclisdə söylədiyi bir fikirdir. B variantı buna uyğun gələcək. A variantı niyə biçara kişini oyadırsan, nəyə lazımdır bunu pristav söylüyor. Çünki deyir ki, əslində Qurbanəli bəy Kəblə Qasımı oyatmaq istəyirdi. Bu da deyir ki, niyə oyadırsan? O da deyir, yox, qələt eləyir. Gəlir, gəlsin. Bu aşpazın tərifləyirdi. Kəblə Qasımda aşpazın tərifinə bir tərif qatsın. C variantını daha mənə yallı getmək yaraşmaz. Bunu Kəblə Qasım deyir. Qurbanəli bəy söyləmir. Yoxsa sən də fanatik müsəlmanlardansa onun üçün içmirsən. Naçalnikin söylədiyi fikirdir və Y nə gözəl addır. Bunu da Naçalnikin söylediği fikirdir və bunlar heç biri Qurbanəli bəyin nitqi deyil. Yalnız B variantındakı fikir Qurbanəli bəyin nitqidir. Hansı ki o fikri məclisdə yaltaqlıq eləyərkən söyləmişdi. Dördüncü suala baxaq. Hansı variantdakı fikir aşağıda verilən qruplardan heç birinə aid edilə bilməz? Rüstəm bəyin xarakteri və məqsədi, Gülbaharın xarakteri və məqsədi. A variantına baxaq. Qardaşların kitablarını yandıraraq cəsarətli addım atır. Bu Gülbaharın əməlidir. Bu uyğun gəlir Gülbaharın əməlinə. B-də o zahirən təmkinli insan təsirə bağışlayır və bu da Rüstəm bəyə aid olan bir fikir kimi götürülə bilər. Zahirən sanki təmkinlidir, lakin əslində o görünür ki, Rüstəm bəydə heç üzdə görünən kimi deyil, onun da içində mənfi xüsusiyyətlər yatır. C. Faustdan ərəb dilinə tərcümə olunan misraları anlamayıb qardaşına etiraz edir. Bu Rüstəm bəyin əməli olmalıdır. Burası yazıb xarakter və məqsədi, yəni əmələ aid olan bir fikirdir deyə bunu Rüstəm bəyə aid eləyə bilmərik. Yəni onun burada
xarakter və məqsədi var. Ona görə də C variantını götürə bilirik, çünki heç bir varianta aid deyil. Daha sonra 5-ci suala baxaq. Obrazlar xəritəsini qurun. Qurbanəli bəy yaltaqdır. Çünki hardan bilirik onun yaltaqlığın? Deməli, bura aid eləyə bilərik. Məclisdə olan demək olar ki, bütün vəzifəli şəxsləri tərifləyir. Bax, 1-ə B-ni aid eləyirik. Kəblə Qasım itaətkardır, çünki ağasının verdiyi əmrləri canla başını yerinə yetirir. Həqiqətən də Qurbanəli bəydən dəhşətli dərəcədə qorxurdu. Həqiqətən bir Kəblə Qasım itaətkar bir obrazdır və hətta bunu Mirzə Ələkbər Sabir Neylərdin ilahidə öz o qəzəlində də belə insanları pisləyir ki, yəni gərək zəif olan şəxs belə öz haqlarını, hüquqlarını bilməlidir. Amma Kəblə Qasım bununla bağlı heç bir etiraz eləmir və öz haqlarını, hüquqlarını bilmir. Kəblə Qasım'a hələ ki ana aid eləmişik və yeni aid eləyəcək. Ona qarşı olan kobud davranışların belə yaşının çox olmasına baxmayaraq qəbul edir. Bəli, həqiqətən də Kəblə Qasım ona qarşı olan davranışları hamısını qəbul edir və heç bir etiraz, bir hüququ yox idi onun. Və naçalnik nüfuzludur, çünki təbii ki, yuxarı vəzifə sahibidir və naçalnikə də C variantına aid eləyəcəyik. Xanım ilə kobud danışır. Bu yəni Qurbanəli bəy əslində aid ola bilər, amma onun yaltaqlığına yox, onun kobudluğuna aid olan bir xüsusiyyət olardı. 6-cı suala baxaq. Eyler-Venn diaqramının kəsmə nöqtəsinə yazıla bilər. Anamın kitabı və mən bizim anaları günəşlərdən tuturam. Burada ortaq xüsusiyyət təbii ki, əsərdə müəllifin anaya hörməti, rəğbəti duyulur. Həm Cəlil Məmmədquluzadə anamın kitabında Zəhrabəyim ananı yüksək bir şəxs kimi göstərir və göstərir ki, Zəhrabəyim ana övladları üçün çox çalışır, çox istəyir ki, övladları bir yerdə olsun və həqiqətən də ananın orada müqəddəs vəzifəsini göstərmiş olur və mən bizim anaları günəşlərdən tuturam əsərində də həmçinin anaların yüksək məramından söhbət açılır. Ona görə də D variantını bu əsərlərin oxşar xüsusiyyəti olaraq götürə bilərik. 7-ci sualda isə obrazların davranışlarından və nitqlərindən çıxarılan hansı nəticə yanlışdır? Qurbanəli bəy əgər onun hansısa məclisdə etdiyi qonaqlıq təklifini qəbul etməsən özünü öldürəcəyini deyə bilər. Bəli, bu doğrudur. Çünki deyir ki, bəs gəlməsiz, yoxsa özümü öldürərəm, xəncər götürərəm, qardıma soxaram. Təbii ki, içib özünü elə göstərir ki, sanki qonaqpərvər biridir, amma əsərin sonunda görürük ki, bu heç də belə deyil. B-də Kəblə Qasım onu nə qədər məcbur etsən də içki içməz. Bəli, həqiqətən də Qurbanəli bəy nə qədər istəyirsə ki, Kəblə Qasım şərab içsin və hətta deyir ki, bəs sən üzüm yeyirsən, onun niyə suyunu içmirsən? Amma Kəblə Qasım bunu qəbul eləmir və hətta Qurbanəli bəy ona qarşı kobudluq edir, şərabı onun üzərinə tökür. Yəni Kəblə Qasım nə qədər itaətkar obraz olsa da o içki məsələsində öz qətiyyətini qoruyub saxlayır. C-də Gülpəri. Onu kişilərlə qadınların bir yerdə olduğu qonaqlıqlarda çox görə bilərsən. Bu isə yanlışdır təbii ki. Gülpəri deməli heç bir kişi məclisində olmur və o kişi məclisində yalnız rus qadınları mövcud idi. Ona görə də C yanlış variant olacaq. Naçalnik əgər gözəl və cəlb edici atın varsa, çalış onun gözünü görsənməsin. Naçalnik həqiqətən də at həvəskarı idi. Elə at həvəskarı idi ki, səhər tezindən yuxusuna haram qatıb o boyda yolu gəlir ki, Qurbanəli bəyin atını görsün. Bu uyğun xüsusiyyətdir. Əli istəsən sənin üçün gözəl yeməklər bişirə bilər. Həqiqətən də gözəl yeməklər bişirir Əli. Xüsusən aş məsələsində və Qurbanəli bəyin dediyi görə ona çatan olmaz. 8. Rüstəm bəy obrazının təhlilində uyğunluğun gözlənilmədiyi bütün məqamları müəyyən edin. Nitqi. Mənə qalırsa Gülbaharı Mirzə Baxşəliyə verək. Bu onun nitqi deyil, bu Mirzə Məmmədəlinin nitqidir. 1 10 səhifədən götürəcəyik. 2-də Əməli qardaşın ən bərk daş haqda fikirlərini ciddi qəbul edir. Bu da ona aid deyil. Hətta qəbul eləmir onun fikrini, hətta məsxərəyə qoyur. Ona görə 1-2-ni götürürük. Xarakteri zahirən demokrat fikirlidir. Üzdə həqiqətən də demokrat kimi görünür. Hətta deyir ki, bəs Gülbaharı kim istəyirsə ona verməliyik. Amma üzdə bu demokrat fikirlilik, əslində onun içində də heç də o demokrat fikirlilik yoxdur. 4. Başqalarının münasibəti bacısının səadətini arzuladığına görə onun gələcəyini özü qurmağa deməli çalışır. Başqalarının münasibəti isə bacısının deyir səadətini arzuladığına görə onun gələcəyini özü qurmağa çalışır. Bu da ona aid olan bir fikir deyil. O səbəbdən də deməli burada 4-ü də götürəcəyik və variantımız olacaq 1, 2, 3 və 4 fikri.
Daha sonra Qurbanəli bəy obrazının təhlili ilə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Yanlış istəyir bizdən. Xarakteri mehriban deyil təbii ki. Ona görə də biri götürə bilərik xarakter olaraq və bu tərəfdən də biz deməli nəyi götürəcəyik? Rusca danışa bilir. Bu da yanlışdır. Deməli çünki bu xarakterə aid olan bir xüsusiyyət deyil. Düz rusca danışa bilirdi. Bu onun bacarığıdır, dil bacarığıdır. Xarakterik bir bacarıq deyil. Yəni dil bilmək insanın xarakteri deyil. 1-2-ni ona görə götürürük yanlış fikir olaraq və Qaravaşı xəncərlə hədələyir. Bu doğrudur. Həqiqətən də elə bir kobudluğu olur. 4. Öz həyat yoldaşına qarşı kobud davransa da rus qadınları ilə mülayim davranır. Bu da onun əməlinə aiddir. Öz həyat yoldaşına qarşı kobuddur. Deyir, hətta xəncəri soxaram sənin qarnına. Amma başqa rus qadınlarına qurban olur. Belə bir ikiyüzlü xüsusiyyətləri var və bu da onun əməlinə aid olan bir xüsusiyyət kimi götürülə bilər və bizə yanlış istir deyə 3-dən 4-ü götürmürük. 5. Kəndlərin qayğısına qalmaq. Təbii ki, Qurbanəli bəy ola, kəndlinin qayğısına qalmaq ola. Özdə Qapazlı kəndinin kənd xudasıdır bu. Yəni kəndin adından da görünür ki, burada vəziyyət heç də kəndlinin qayğısına qalmaq məsələsi deyil. Kəndini qapazlamaqdır elə. Ona görə də səhvləri istirdi bizdən. 1 götürdü, mehriban deyil. 2 rusca danışa bilmək onun ümumiyyətlə xarakteri xüsusiyyəti deyil və 5 kəndlinin qayğısına qalmır və Y variantı burada seçim olacaq. 6 isə naçalnikin yanında hörmətli görmək. Əlbəttə o ümumiyyətlə özündən yüksək insanların yanında hörmətli görünməyə çalışır. 10-cu sual. Aşağıdakı fikri necə tamamlasaq alınan fikir doğru olar? Anamın kitab əsərində Gülbahar deməli ailənin son 5 atasının vəsiyyətini deyilənləri dərindən anlamır. Xeyr, dərindən anlayır. O da söylüyor. Atası söylüyor ki, övladlar hərəsi bir yerə getsə də, yəni daim bir yerə qayıtmalıdırlar. Necə ki, planetlər günəşin ətrafında fırlanır. Gülbahar da onu söylüyor ki, bəs insanlar niyə görə fərqli yollar seçir? Qardaşlarına nəzərən deyir bunu. Əslində bu da onu göstərir ki, Gülbahar atasının fikirlərini elə dərindən anlayırdı. Baxmayaraq ki, evin son 5-idi, balacasıdır, amma özündən böyüklərindən qat-qat ağıllı fikirləri var idi. Deməli, A ona görə yanlışdır. B. Adamlar niyə hərə bir yana gedir? Sualında çobanları nəzərə tutur? Yox. Çobanlar heç də hər bir yana gedən çobanlar deyirlər. Çobanlar əslində əsərdə milliliyi göstərən bir personajlardandır. Baxmayaraq ki, təhsilləri yoxdur, amma onlar elə milli birlik mövzusunda təhsillərdən qat-qat bir olan bir surətlərdir. O səbəbdən B variantı yanlışdır. C. Yalnız lüğət kitablarını yandırır. Yox. O həm Mirzə Məhəmməd Əlinin kitablarını yandırır, Səməd Vahidin kitabları yandırır. Heç bir fərq qoymur. D. Vətənə bağlılığını Aslan bəy ilə danışarkən büruzə verir. Ümumiyyətlə Aslan bəylə heç bir dialoqu yoxdur. Bu da səhvdir. Bilir ki, kimisə bəyənsə qardaşlarından hansı isə buna razı olmayacaq. Bəli, bunu hətta dilində də deyir ki, bəs siz mənə tövsiyələr verirsiniz, amma bunu seçsəm, o birisi qardaşlar bəyənməyəcək. Bu qardaşın dediyini seçsəm, o birisilər bəyənməyəcək. Kimi seçim? Ona ən uyğun seçim elə heç birini seçməməkdir. Və Y həqiqətən də Gülbahara uyğun gəlir. 11-ci sual. Hansı fikirlər Qurbanəli bəy əsərinin məzmunu və ideyasından səsləşir? Səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz. Həqiqətən də yaltaqdır Qurbanəli bəy və səmimi də deyil. Heç də danışdığı sözlər, o məclisdə danışdığı sözlər heç də Qurbanəli bəyin içdən dediyi sözlər deyil. Sadəcə olaraq yaltaqlanır. Yəni sabah bir gün o naçalnikli pristavdır, vəzifədən keçsilər, Qurbanəli bəy bəlkə onları saymayacaq. Onlar vəzifədə deyə onları sayır. Deməli bir əsərin ideyasına uyğun gəlir. Dostoyevski elə qəşəng deyib bu Qurbanəli bəy uyğun olaraq. İndi onu düşünməsə belə, amma Dostoyevskinin bu fikri Qurbanəli bəy əsərinə uyğunlaşır. 2. Adamları layiqindən az öymək paxıllıq, çox öymək isə yaltaqlıqdır. Bax bu da uyğun gəlir Qurbanəli bəyin xüsusiyyətinə və xüsusən onun yaltaqlığı elə pik səviyyədədir. Həm onun orada pristavın, naçalnikin xanımlarını tərifləyir, həm onların özlərini tərifləyir. Yəni yaltaqlıq pik səviyyədə, ona görə 2-ni də götürə bilərik. Əvvəl düşün, sonra da danış. Bu da uyğundur, çünki Qurbanəli bəy içəndən sonra artıq nə danışdığının fərqində deyildi. Fikirləşmirdi ki, sabahları qonağı həqiqətən qarşılamaq istəyirəm, qarşılayacağam, necə olacaq, elə deyir, gəlin. Amma hara gəlsinlər? Özü də elə səhər tezindən sanki o peşmanlığı hiss edir. Çünki düşünmür.
4. Söz danışıqdan keçər. Qurbanəli bəy öz danışığın üstündə, sözün üstündə duran obraz deyil. Ona görə də söz danışıqdan keçər. Deməli, Qurbanəli bəyin etməyəcəyi bir işdir və əsərin ideyasına uyğun gəlir ki, söz danışıqdan keçər, naçalnik gəlir, amma Qurbanəli bəy onun qarşısına çıxa bilmir, verdiyi sözün üstündə durmur. Və bunların hamısı Qurbanəli bəyin həm yaltaqlığının, həm də sözünün üstündə durmamağının göstəricisi kimi götürülə bilər. Bu fikirlər ona uyğun gəlir. 12. Hansı obraza aid yanlış fikir verilib anamın kitabında? Müəllifi olduğu şeiri qardaşına oxusa da qardaşı anlamır. Səməd Vahid elə budur yanlış fikir. Niyə görə? Hər şey çox yaxşı görünə bilər. Çünki həqiqətən də Səməd Vahid şeir oxuyur və Rüstəm bəy də bunu anlamır. Deyir, sən oxuduğundan mən nə anlayım ki, nə də oradan söz yazım. Amma burada əsas məsələ müəllifi olduğu şeir. Səməd Vahid Faustdan bir hissə oxumuşdu və onun müəllifi Səməd Vahid deyildi. Ona görə də öz yazdığı şeirdən yox, başqa bir müəllifin şeirindən bir misra söyləyir deyə Rüstəm bəyə bu A variantındakı fikir yanlış gələcək. Deməli, ona görə də elə A variantı yanlış fikirdir. 13-ə baxaq. Danabaş kəndinin əhvalatları əsər haqqında doğru fikirlər istəyir. Əsərdəki surət qrupları, xarakteri və həyat baxışlarına bir-birinə fərqlənirlər. Bəli, orada həm Xudayar bəy var, gücü, haqsızlıq, ədalətsizliyi təmsil edir. Bir tərəfdən də düzlüyün tərəfində olan Zeynəb var və buna görə də bunlar bir-birindən əks obrazlardır. Həqiqətən də deməli surətlər bir-birindən fərqlənirlər. Xudayar bəy güclü olsa da Zeynəb ona müqavimət göstərə bilir. Yox, Zeynəbin gücü çatmır və əsər də onu göstərir ki, nə qədər Xudayar bəy güclüdür və onun gücünə görə də nə Zeynəb, nə də Məhəmmədhəsən əmi ona qarşı çıxa bilir. Deməli ki, buradan biri götürmüşük. 3. Məhəmmədhəsən əmi surətlər qrupunun ikincisinə daxildir. Bəli, bu da doğru fikirdir. Bir surət var, Xudayar bəy haqsızlığı, ədalətsizliyi təmsil edir. Digər tərəfdə doğruluğu, dürüstlüyü təmsil edən Məhəmmədhəsən əmi və Zeynəb surətləri var. Bunlar həqiqətən də ikinci qrupa aiddirlər. 4. Əsərdə ciddi problemlər insan talelərinin yığıcam təsviri ilə çatdırılır. Deməli, bəli, bu da uyğun gələn fikirdir və insan talelərinin yığıcam şəkildə verərək, deməli, əsər haqqında fikir çatdırılmış olur. Ona görə də variantımız B variantıdır. 5 Xudayar bəy heç kimə arxalanmasa da kəndlər ondan çəkir. Heç kimə yox, öz gücünə, nüfuzuna arxalanır. Ona görə də 5 yanlış fikirdir. 14. Cəlil Məmmədquluzadənin yaradıcılığını oxuyan şagird onun yaradıcılığında hansı janrlarda əsərə nümunə tapa bilməz? Təbii ki, Cəlil Məmmədquluzadənin poeması yoxdur və mənzum hekayəsi yoxdur. Ona görə də cavabımız D variantıdır. 15-də klasteri tamamlayacaq fikirlər. Anamın kitabı bədii təsvir vasitələrindən gembol istifadə olunub. Bu yanlış fikirdir. Anamın kitabında bədii təsvir ifadə vasitələri gembol istifadə olunmayıb. Azdır. Az istifadə olunub. Deməli, buraya bir fikirləri yazmalıyıq ki, yanlış fikirlər olsun. Birə baxaq. Qardaşların tutduqları yolun birləşməyəcəyini aydınlaşdığını hissə əsərin kulminasiya nöqtəsidir və bu doğru fikirdir. Həqiqətən də qardaşlar 3-cü məclisdə anlayırlar ki, bir-birlərinin yolu heç vaxt kəsişməyəcək. 3-cü hissədə əsərin kulminasiya hissəsidir. Bu doğru gəlir. 2. Son məclisdə qardaşlar peşman olduqlarını dilə gətirirlər. Xeyr, qardaşlar peşman olmurlar. Qardaşlar özləri anlayırlar ki, yolları heç vaxt kəsişməyəcək bir-birləri ilə. O səbəbdən onların dilindən o peşmanlığı eşitmək mümkün deyil. 2 yanlış fikirdir. Bizə yanlış lazımdır. 2-ni götürürük. 3. Qardaşlar təhsil aldıqları ölkənin dilinə uyğun sözlərdən istifadə edirlər. Bu doğrudur. Hərəsi biri türkçə, biri rusca, biri də fars sözlərindən istifadə edir. Bu doğru fikirdir. Bizə yanlış lazımdır. Əsərin əvvəlində obrazlar haqqında məlumat verilən hissə bədii müqəddimə sayıla bilməz. Xeyr, sayıla bilər. Çünki əsərin əvvəlində obrazlar haqqında olan hissə obrazlarla bağlı məlumat verir və bu da bədii müqəddimə olan hissə sayılır. Deməli, cavabımız olacaq Y variantı. Daha sonra 16-cı suala baxaq. Hansı fikirlər uyğunluğu pozub? Anamın kitabından danışır. 20-ci əsr mövzu. 20-ci əsr əvvəllərində xalqın və ölkənin
qarşılaşdığı problemlərdən bəhs olunur. Deməli, bu mövzu olaraq doğrudur. Deməli, bizə uyğunluğu pozub lazımdır. Biz bunu o səbəbdən götürmürük, çünki mövzu olaraq uyğun gəlir. 2. Milli birlik ideyası təbliğ edilir. Mövzunun altında bu ideyadır. Ona görə də bu ideya mövzuya yox, ideyanın altına yazılmalıdır. 2. Həqiqətən də uyğunluğu pozub. 1. Uyğun idi. Mövzu olaraq həqiqətən də 20-ci əsrin əvvəllərində Azərbaycan xalqının problemlərindən danışır. Çünki ziyalıların birliyi, milli birliyi yox idi. 1 uyğun gəlir, amma 2 uyğun gəlmir. Bu ideyaya aid olan məsələdir. İdeyanın altında isə nə yazıb? Milli müstəqillik və milli birlik vacibdir. Bu doğru fikirdir. Həqiqətən də milli müstəqillik və milli birliyin vacibliyindən danışır. Bizdən yanlış istirdiyi üçün götürməyəcəyik. 4. Ziyalıların xalqa yadlaşması bu bir problemdir və bu problemin altında olmalıdır. Ona görə də 4-ü də seçəcəyik və 2-4 variantı olacaq. 5-i niyə görə götürmürük? Çünki düz fikirdir. Niyə götürək? Soykökündən uzaqlaşmaq və bunun nəticələri problemdir. Həqiqətən də milli birliyin olmaması elə soykökündən uzaqlaşmaq deməkdir və bu da əsərin bir problemi hesab olunur. 17. Ana dilimizin saflığını qorumaq mənəvi borcumuzdur. Hansı hekayələrin ideyasıdır? Əzbərə dayanan sualdır. Şeir bülbülləri və Sirkə əsərinin ideyasıdır ki, orada ana dilimizin saflığından danışır. 18. Anamın kitab əsərinin məzmunu ilə bağlı yanlış fikir istəyir bizdən. A. Çar hakimiyyətinin Azərbaycan hökuməti ideyası ilə bağlı narahatlığını ifadə edən sözlər Mirzə Cəfərin dilindən verilir. Bəli, bu doğru fikirdir. B. Mirzə Məmmədəli Rüstəm bəyə deyir ki, yazdığınız lüğət İslam elmləri istiqamətində qursaydınız düzgün olardı. Bəli, Mirzə Məmmədəlinin dərdi sər odur ki, ancaq hər şey İslam elmləri istiqamətində olsun. Sanki özün elə hesab edir ki, həqiqətən də İslam elmi ilə məşğul olur, amma belə baxanda heç ciddi bir elmlə də məşğul olmurdu. C variantında cəmiyyət xeyriyyəsinin icrasında ac insanların ərizələri rədd edilir. Bəli, orada ac bir kişi var idi. Neçə gündür ac idilər və onların ərizəsinə baxılmır. Çünki deyirlər ki, Zaposnoy fonda qoyulmalıdır. Onların dilindən isə Zaposnoy fonda qoyulmalıdır pul və təbii ki, o pul Zaposnoy fonda qoyulursa aclara hardan pul versinlər. Ona görə də ac insanların ərizəsi həqiqətən də rədd edilir. D. Rüstəm bəy əvvəlcə bacısını Aslan bəylə evləndirməyi təklif etsə də, sonra qızın zorla kiməsə ərə verilməyinə qarşı çıxmır. Deməli, bu yanlış fikirdir. Çünki əvvəlcədən deyir ki, bəs qoy bacım kimi istəyirsə onu seçsin, özü istəməlidir. İndi hansı dövrdür? Amma sonradan deyir ki, lazımdırsa Aslan bəy var, onunla evləndirə bilərik. Yəni, burada fikirlərin ardıcılığı pozulub. Ona görə də D yanlış fikir olacaq. 19. Nədir? Sual işarəsinin yerinə hansı fikir yazılsa 3 obraza da aid ola bilər. Yəni, burada elə bir fikir götürməliyik ki, həm Rüstəmə, həm Səmədə, həm də Mirzə Məmmədəliyə aid olsun. Qardaşlar heç birləşmirlər, amma mənfi xüsusiyyətlərinə görə birləşə bilərlər. Deməli, məsələn, onlardan biri odur ki, yad ölkənin dili və qədəsinə üstünlük verirlər. Bəli, bu üçünə də aiddir. Bayaq da dediyim kimi Rus, Fars, Türk dillərinə üstünlük verirlər. Biri götürürük. Analarına olan məhəbbəti yox. Bunların analarına olan məhəbbətləri yox idi. Yalandan göyə göstərirlər, ağlayırlar. O ağlamaları ilə başlarına dəysin. Yəni anaların çox istəyən əməllərində onun dediyi kimi bir şəxs olardı. Amma analarını öldürürlər, sonra ağlayırlar yalandan, göyə analarını sevirlər, amma həqiqi bir sevgi mövcud deyil analarına qarşı. 3. Kamil mütəxəssis deyirlər. Bəli, kamil mütəxəssis olsalar, onlar milli birlik ətrafında birləşərlər və xalqa xeyirli, faydalı işlə məşğul olurlar. Hərəsi öz aləmində nəsə bir işlə məşğuldur və belə adamlara kamil mütəxəssis demək mümkün deyil. 20-də isə deyir, anamın kitab əsərinə aid olan fikir. Doğru fikir istəyir bizdən. Süjeti olduğu üçün dram əsər hesab olunur. Yox, bunun dəxlisi yoxdur dram əsərinə. Süjeti olan əsər hekayə də ola bilər, povest də ola bilər, epik əsər də ola bilər, yəni sözümüzün canı. Hətta lirik əsərlərdə də süjetli lirika mövcuddur. Məsələn, Hüseyn Cavidin Qız məktəbi. Yəni, süjeti olan şey mütləq dram əsəridir, o düzgün söhbət deyil. B. Əsərdə parçalanmanın gətirdiyi bəlalar əks olunub. Deməli, bu doğru fikirdir. Həqiqətən də parçalanma var.
yəni bayaqdan təkrar edirəm. Qardaşlar hərəsi bir əqidənin yolçusudur. Ona görə o deməli əsərə aid olan fikir kimi götürülə bilər. Sonra 23 suala baxaq. Qurbanəli bəy əsəri ilə bağlı cədvəldən uyğun fikirləri seçin. Bədii məzmun Qurbanəli bəy qonaqlığa naçalnikdən sonra gəlir. Bu deməli, bizdən düzgün fikir istəyir. Bu yanlış fikirdir. Çünki Qurbanəli bəy naçalnikdən əvvəl gəlir, sonra yox. 2. Evinə qonaq gəldiyini eşidən Qurbanəli bəy onları qarşılamaq çıxır. Tökülmüşdür elə. Qurbanəli bəy gedib tövlədə gizlənir. Hardan kimsə qarşılamaq çıxsın. Bu da yanlış fikirdir. Bir nəkin götürmürük. Elə silsəyə bunları 3-4 qalır. Qurbanəli bəy özünü naçalnikə nökər sayır. Bəli, bu onun yaltaqlığının bir hissəsidir sadəcə olaraq. 3 düz fikirdir. 4. Müəllifin kinayədən istifadə etməkdə məqsədi Qurbanəli bəyin həqiqi simasını açmaq idi. Bəli, həqiqətən də kinayəli formada göstərir Qurbanəli bəyi. Sanki məşhur Qurbanəli bəydir, Qapazlı kəndinin sahibidir və bu kinayə ilə göstərir ki, Qurbanəli bəy necə şəxsdir. Ona görə də C variantı bizim düzgün fikrimizdir. Cəlil Məmmədquluzadənin haqqında 2 fikir deyir. Deməli, həm nəzm, həm də nəsrdən yazıb, bu doğru fikirdir. Deməli, biz doğru fikir seçməliyik. 1. Təhkiyyə əsaslanan ədəbi növdə müxtəlif janrlarda əsərlər yazıb. Bəli, povesti yazıb, hekayədə yazıb, biri götürürük. Bir də 5-i götürürük. Dram əsərlərinin birində maarifçiliyin milli zəmində inkişafının vacibliyini göstərib. Bu, elə bayaqdan söhbətini açdığımız Alamın kitab əsəridir, dram əsəridir və həqiqətən də maarifçilik milli zəmində olmalıdır. Əsərin tənqid olunan qəhrəmanları əslində savadlı qəhrəmanlardır, amma o savadlarını milli birlik uğrunda istifadə eləmirlər. Ona görə də vacibliyin vurğulayır ki, həqiqətən də ziyalılar xalq üçün çalışan olmalıdır. Yəni 1-5 variant olacaq. 23. Alamın kitab əsərinə əsasən uyğunluğu müəyyən edin. Rüstəm bəy xarakteri, əməli və nitqi. Deməli, xarakteri necədir? Daxilən təmkinli və demokrat olacaq. Bu xarakterinə uyğundur və 1-ə B-ni yazdıq. Deməli, milli əqidəsinə əksliyi var və eyni zamanda C-ni yaza bilərik bura. Əməli, lüğəti yazır. Özü üçün nəsə yazıb pozur, heç bilmir nəyə lazımdır. Və nitqi isə aid olacaq burada. Deyir ki, Gülbahar keç otur, nədir? Və qulaq as, gör nə deyirəm. Biz bu saat sənin barəndə danışırdıq. Hansı ki, evliliyinlə bağlı olan məsələdən danışırdılar və bunu Rüstəm bəy deyir. Ona görə də onun nitqinə yeni aid eləyə bilərik. Qurbanəli bəy əsərinin məzmununa aid olan düzgün fikir istəyir bizdən. A-da əsərdə Qurbanəli bəyin iflası elə onun öz simasında fərqləşdirilmişdir. Onun iflası tək onun öz simasında yox, həm də digər personajlarla olan münasibətində deməli öz əksini tapıb, eyni zamanda Qurbanəli bəy fərdləşmiş bir obraz deyil, onu da deyək. Qurbanəli bəy ümumi bir bəylərin obrazıdır. Yəni Cəlil Məmmədquluzadənin dərdi Qurbanəli bəylə tək deyil. Qurbanəli bəy obrazı heç reallıqda da olmayıb. Sadəcə ona oxşar bəylər var idi və o bəyləri tənqid edib. Deməli, fərdləşmiş obraz deyil. B-də Qurbanəli bəy əsərdəki surətləri münasibəti bir mənalıdır, yox, bir mənalı deyil. Bəzilərinin yanında yaltaqdır, hansı ki, çinovnikdir, naçalnikdir, pristavdır. Bəzilərin yanında isə özünü kobud, ağa kimi göstərir, hansı ki, Kərbələ Qasımdır, öz yoldaşıdır. Bunların yanında özünü sərt göstərir. Yəni, bir mənalı deyil, iki mənalı münasibət var. C. Əsərdə öz işinin peşəkarı kimi xatırlanan obraz adı çəkilən yerdə iştirak edir. Bu da yanlışdır. Öz işinin peşəkarı Əlidir, aşı bişirir. Sonra aşın yeməkdə qonaqları nəsib olmur. Sadəcə Qurbanəli bəyin dilindən eşidirik ki, o həqiqətən də işin peşəkarıdır. Amma Əli Qurbanəli bəylə o məclisə gəlməyib. Qurbanəli bəylə məclisə gələn bir dənə Kərbələ Qasımdır. D. Baş qəhrəman yumoristik surətdir. Yumoristik yox, satirik surətdir. Bura satirik olmalıdır. Y. Qurbanəli bəy məclisə iştirak etməsində özü üçün xoşbəxtlik hesab edir. Əlbəttə, bu da onun yaltaqlığının bir hissəsidir. Adam xoşbəxtdir ki, böyük adamlarla oturub durur, bəkkidən adamlarla oturub durur. Ona görə. 25. Anamın kitab əsərində hansı obrazın dilindən insanlar
arasındakı təzadın sözlərin ifadəsi verilmişdir. Bunu Gülbahar deyir. Yəni deyir insanlar niyə hərəsi bir yolla gedir? Niyə bir-birinə əkslik təşkil edir insanların yolları və bu da insanların yolları ilə bağlı təzadlı fikir söyləməsidir Gülbaharın. Və bu fikirdə Gülbahar söyləyir deyə o səviyyədən variantımız elə Gülbahardır. 26-da Qurbanəli bəy hekayəsinin təhlilinə aid olan fikirlər istəyir. 1. Naçalnik məclisdə qoşunların əfsərini tərifləyir. Qoşunların əfsərini Qurbanəli bəy tərifləyir. 1. Yanlışdır. 2. Qurbanəli bəyin xarakteri xüsusiyyətləri ilə öz simasına tənqid edilir. Öz simasına, bu həqiqətən də Qurbanəli bəyin xarakteri xüsusiyyətləri onun öz simasına tənqid olunur. 3. Qurbanəli bəyin yaşadığı yerin adı çəkməklə o dövrdə olan cəmiyyətdəki vəziyyət əks olunub. Bəli, Qapazlı kəndi idi, yəni qapaz altına salırdı insanları. 4. Qurbanəli bəy fərdləşmiş obrazdır. Bu isə yanlış fikirdir, çünki ümumi bir bəylərin simasıdır Qurbanəli bəy. Tək bayaq da dediyim kimi Qurbanəli bəy burada tənqid olunmur. Ümumi bir bəylər, ümumi o dövrün zalim bəyləri tənqid olunur. Yaltaq bəyləri tənqid olunur. 5. Vəzifəlilər qarşısında göstərdiyi davranış Qurbanəli bəyin xaraktersizliyinin ifadəsidir. Bu da həqiqətən də ona aid olan fikirdir. Ona görə də 2, 3, 5 variantı seçiləcək. Anamın kitab əsərinə əsasən səbəb nəticə ilə bağlı doğru fikir deyir. Səməd Vahid Rüstəmi lüğət üçün sözlər deyir. Rüstəm lüğətə türk mənşəli sözlər yazır. Belə bir söhbət yoxdur. Rüstəm heç Səməd Vahidin dediyindən heç nə anlamırdı. B. Rüstəm qızı dostuna ərə vermək istəyir. Zəhrabəyim razı olur. Yoxsa Zəhrabəyimin hər hansı bir razılığından söhbət gedənməz. C. Qardaşlar fikir ortağına gələ bilmirlər. Cəmiyyət xeyriyyə iclasını təşkil edirlər. Yox, cəmiyyət xeyriyyə iclası onsuz da təşkil olunmalı idi. Orada bir neçə məsələlər qoyulur. İlin təqvimi ilə bağlı olan məsələlər qoyulur. Dərslə bağlı, dərs proqramı ilə bağlı məsələlər qoyulur. Acların ərizəsi ilə bağlı məsələlər qoyulur. Yəni ümumiyyətlə o cəmiyyət xeyriyyə təşkil olunmalı idi. Qardaşların fikir ayrılığına görə təşkil olunan bir məclis deyil. D. Zivər xanım sabah iclas olacağını deyir və Rüstəm lüğət yazma işini saxlaya biləcəyini deyir. Bəli, bu həqiqətən də doğrudur. Zivər xanım deyir ki, sabah iclas var və Rüstəm bəy də ona hazırlaşmağa başlayır. Əlindəki işi qoyur kənara. Y. Zəhrabəyim ana vəfat edir. Oğlanlar artıq vətən ailə kimi dəyərləri anlayır. Xeyr. Oğlanlar elə necə yapışmışlar söz fikirlərindən, elə də davam edirlər. 28. Qurbanəli bəy hekayəsinə əsasən səbəb nəticə cədvəlində doğru fikir istəyir. Naçalnik pristavın ad gününə gələcəkdir. Pristavın yox, pristavın arvadının ad gününə gələcəkdir. Elə buradan səhv çıxır. B. Naçalnik Qurbanəli bəyi tərifləyir. Naçalnik Qurbanəli bəyi tərifləyir və sonra deyir qonaqlar onun şərəfinə içirlər. Qonaqlar Qurbanəli bəyin şərəfinə ona görə içmirlər ki, Naçalnik onu tərifləyir. Ona görə içirlər ki, Qurbanəli bəy artıq hamının şərəfinə içir və içdirir və ondan sonra da sonunda görürlər ki, da bir dənə Qurbanəli bəyin şərəfinə də içir. Yəni qonaqlar özü belə təhləl şuur olaraq Qurbanəli bəyin şərəfinə içirlər. Yəni bunu kimsə təriflədi deyə eləmirlər. C. Pristavın xanımı yaxşı müsəlman pulavı versələr gələcəyini deyir. Qurbanəli bəy öz pulavını başlayır tərifləmək. Yox, belə bir məsələ də mövcud deyil əsərdə. Deyir, Qurbanəli bəy Pristav Nikolayı tərifləyir. Nikolay Pristav deyildi, qoşun başçısı idi, qoşunların əfsəri idi. Bu da səhvdir. Y. Qurbanəli bəy Gülpəriyə xəncər doğrulur, Qarabaş xanıma şikayət edir. Bəli, belə bir söhbət var həqiqətən də. Gülpəriyə xəncər doğurur və o da sonradan Qurbanəli bəyin arvadına onun sabahsı günü şikayət edir. 29. Qurbanəli bəy hekayəsinə əsasən cədvəldən doğru fikirlər istəyir. Qurbanəli bəyin ətrafdakılara münasibəti Qarabaş və nökərini hədələyir, bu düzdür. Aşpazın yaxşı aş bişirməsini tərifləyir, bu da düzdür. Naçalnikin xanımına onun nökəri olduğunu deyir. Pristavın xanımına söylüyor, bu səhvdir. 4. Məclisdə iştirak edən Kəbilə Qasım onun məclisdə etdikləri hamısını xanımına danışır. Yox, xanımı Kəbilə Qasımdan soruşur ki, bəs neynədilər, nə danışdılar orada, hamısını deyir, nağıl elə. Kəbilə Qasım deyir ki, ay xanım, başıva dönüm, mən rusca bilirəm ki, nəsə də eşidim anlayım onların danışığından. Mən ancaq orada Qurbanəli bəy nə deyirdi, onu başa düşürdüm. Heç Qurbanəli bəy ona fərqli şeylər də deməyib, elə onu təhqir edib orada. 4 ona görə səhvdir. 5. Arvadı onu ölümlə hədələdiyi üçün Qurbanəli bəydən gileylənir. Deməli, arvadı onu ölümlə hədələdiyi üçün Qurbanəli bəydən
gileylənir. Bu da uyğun olmayan bir fikirdir. Yalnız 1 və 2 fikrini seçəcəyik. 30-cu sual, hansı fikrin doğru olduğunu müəyyən edin. Anamın kitab əsərində qardaşlar vacib şey olduğunu deyib onları bir yerə yığan Gülbahar onların kitablarını yandırır. Yox, elə bir təklif Gülbahar irəli sürmür. Sadəcə olaraq hambalların gəlməsindən sonra onlara deyir ki, çöldə dayanın. Çünki o hamballar gəlib kitabları götürmək istəyirdi. Gülbahar əsəbləşir və bütün kitabları götürür, yandırır. B. Qurbanəli bəy hekayəsində varvarizmə yer verilsə də vulqarizmə yer verilmir. Vulqarizm də var. Həramzadədir. Qurbanəli bəy Kəblə qaçma. Belə, yəni təhqir eləyir orada və bu da vulqarizm hesab oluna bilər. Həqiqətən də Qurbanəli bəy ola vulqarizmlə istifadə eləməyə, yəni vulqarizm təhqiramiz ifadələrdir və bunlar var həqiqətən də. Bu ona görə yanlış fikirdir. Neylərdi ilahi satirasında müəllif satirik dialoqdan istifadə olunub? Yox, orada satirik dialoq yoxdur. Orada sadəcə olaraq müxtəlif problemlər səsləndirilib. Kimlərinsə danışığı yoxdur. İkinci əsərində bəndlər AA, BB və CCC, DD formasında qafilələnib. Yox, CCC, BB olmalıydı. Burada da qafilənməklə bağlı yanlış fikir verilib və Y. Neylərdin ilahi əsərində müəllifin tənqid etdiyi məqamlardan biri bomba əsərində tənqid edilir. Bu doğrudur. Neylərdin ilahində belə bir beyt var. Deyir, bir dövrdə sidqü səfa olmayacaqmış, bilməm belə dövranları neylərdin ilahi. Sidqü səfa, yəni doğruluq, dürüstlükdir olmayacaqmış. Belə dövranları neyniyərdin? Yəni dürüst olmayan insanlara tənqid edir burada, bu beytdə. Və bomba hekayəsində də dürüst olmayan bir insan var və o başqa insanı şərləməyə çalışır. Düzdür, özü sonda biabır olur, amma yenə də dürüst olmamaq hər kəsərin tənqid olunan hissəsidir. Ona görə də bu Y variantı doğru fikir olacaq. Belə, bura qədər dinlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Əgər ədəbiyyatla bağlı başqa mövzuların izahını istəyirsinizsə, şərh yazın, videonu bəyənin və paylaşa da bilərsiniz. Sağ olun.